Na jak desek łącen wyhabelwum. Tanınmış erməni bloger Roman Baqdasaryanın 44 günlük müharibədən paylaşdığı görüntülər Ermənistanda rezonans doğurub. Belə ki, Baqdasaryan müharibə zamanı erməni komandirlərin əsgərlərin zirehli jiletlərini qəsdən yandırdığını bildirib. Bloger Ermənistan ordusunun əsgərlərinin qəsdən ön cəbhəyə göndərildiyini və həlak olanlarının sayının çoxalmasına çalışdığını söyləyib. Məlumata görə separatçıların generalları və zabitləri 13 mindən çox bronjilet yandırıblar. Baqdasaryanın sözlərinə görə separatçılar müharibə müddətində tez-tez əsgərlər üçün bronjiletlərə ehtiyac olduğuna dair çağırışlar ediblər. Hətta Rusiyadakı erməni təşkilatçıları bu tələbatları qarşılamaq üçün külli miqdarda pul göndəriblər. Lakin separatçılar bütün pulları mənimsəyiblər. Bloger yayımlanan görüntülərin Əsgəranda çəkildiyini deyib. Məlumata görə, Ermənistan ordusunun xüsusi təyinatlıları ərazidə separatçılar üçün nəzərdə tutulan bronjiletlərin yandırıldığını aşkarlayıblar. Daha bir dramatik olan iddia isə ondan ibarətdir ki, təftiş üçün gələn nümayəndələrə qarşı sui-qəsd cəhdi olub. Lakin onlar möcüzə nəticəsində sağ qalıblar. Həmçinin o, Qarabağda öldürülən 3000 erməninin 40%-nin daxildəki qüvvələr tərəfindən qətlə yetirildiyini iddia edib. Qeyd edək ki, 44 günlük müharibədə erməni tərəfi ümumilikdə 10 minə yaxın itki verib. Müdafiə Nazirliyinin yaydığı əməliyyat görüntülərində ölən erməni terrorçularının sayının deyiləndən 4000-dən daha çox olduğu deyilir.